Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hazreti Hüseyin Aleyhisselam'ın Ərbəini yaxınlaşır və dünyada onun mübarək Kərbəla səfərinə hazırlıq gedir. Bu çox bir gözəl Əhl-i-Beyt məktəbində izzət tapmış bir səfərdir. Allah bu səfərə hazırlaşan və gedən, gələn hər bir mümini dünya axirətdə Həzrət Hüseyin Aleyhisselamdan məhşur eləsin inşallah. İmam Həsən Əskəri Aleyhisselamın bir hədisi var, məşhur hədisdir. Həzrət buyurur ki, Əlamətul mümini xəmsun. Müminin 5 əlaməti var. Salatu əhdə və xəmsin. Birincisi 51 rükət namaz qılmaq. Yəni onun 17 rükəti gündəlik vacibatdır və yerdə qalan müstəhəbb namazlardır. Və ziyaratul ərbəin və ərbəin ziyarətidir ki, Həzrət Hüseyin Aleyhisselamı ziyarət eləmək. Və üçüncüsü və təxəttumu fil yəmin. Üzüyü sağ ələ taxmaq. Məsəl üçün, əqiq üzüyü barmağa taxmaq. Çünki sol barmağa taxmaq Bəni Üməyyənin qoyduğu qanundur. Və təxlayrul cəbin vəl cəhru bismillahirrahmanirrahim. Dördüncüsü, alnı torpağa qoymaq, səcdə eləmək. Və beşincisi də bütün namazlarda bismillahirrahmanirrahim ayəsini ucadan oxumaq. Yəni, yanında olanlar eşitsinlər. Hətta məsəl üçün, günorta namazıdır və o yerdə ki, ahəstə oxumalısan, özünü eşitməlisən, orada da namazda yanında eşidiləcək qədər Bismillahirrahmanirrahimi ucadan oxumalısan. Bu müminin xüsusiyyətidir. Və imam buyurdu ki, biri də Ərbəini ziyarətin etməkdir Həzrət Hüseyin Aleyhisselama. Bəli, əgər biz tarixə diqqət eləsək, Həzrət Hüseyin Aleyhisselamın şəhadətindən sonra Həzrət Hüseyin Aleyhisselamı gəlib ziyarət eləyənlər Peyğəmbər Aleyhisselamın sahabələrindən də olubdur və Əhl-i Beytdə tarixi məsələlər bu cürə qeyd olunubdur ki, Həzrət Hüseyin Aleyhisselamın Ərbəinində ziyarət məsələləri bugünkü gündə bizlərə bir boynumuzda imamətin haqqı kimi gəlibdir. Və bu günlərim Həzrət Hüseyin Aleyhisselamın Ərbəini ziyarət etmək, şərəfləndirmək, elə Həzrət Hüseyin Aleyhisselamın şüarlarını, inqilabını izzətdə etməkdir. Dünya artıq bu məsələlərə diqqət edir. Həzrət Hüseyin Aleyhisselam buyurur, heyhat minnə zillə. Zillət bizdən uzaqdır. Mavtun fi izzin xayrun min həyati fi zillin. Necə ki, Həzrət Hüseyin Aleyhisselam buyurur, izzətli ölüm zillətlə yaşamaqdan daha xeyirlidir. Bu şüar dünya nəinki möminlərin, müsəlmanların fikrində çox əzəmətli bir şüardır. Hətta qeyri-müsəlman ədaləti sevən insanların qəlbində kök salmış bir şüardır. Yəni, insan dünyada izzətlə yaşamalıdır. İzzətsiz həyat zillət bir həyatdır. Hədislərdə də var ki, insan dünyada zillətlə yaşamaqdansa torpağın altında yaşaması daha xeyirlidir. Bəli, bugünkü gün Həzrət Hüseyin Aleyhisselamın Ərbəyinə gedən ziyarətçilərin boynuna bəzi haqları da gətirir. İmamlardan hədislərdə də qeyd olunubdur ki, səfərdə olarkən çalışın, səfərin qaydalarına riayət edəsiniz. İmam Sadiq Aleyhisselamdan bu haqda hədislər də qeyd olunubdur. Həzrətin buyruqlarından biri budur ki, səfərə izzətlə hazırlaşın və qohum əqrabə ilə halallaşın və yol azuqənizi götürün və səfərə çıxdığınız
insanlara ehtiram eləyin. Onların bütün məsələlərində onlara xeyirxahlıq göstərin. Çətinliklərinə çalışın, yardımcı olasınız. Bəzən eşidirik ərbəyində olan çatışmazlıqlar və möminlərin ətrafında olan bəzi şəxslərin dinə zidd olan hərəkətlərindən şikayətlər də eşidirik. Əlbəttə bunlar təbiidir, olacaqdır. Amma siz çalışın, o cürə insanları Hz. Hüseyn əleyhissalamın ziyarətində əmr məruf eləyin. Daha deməyinik mənim nə borcuma. Olmaz. Bir əzəmətli məkana gedirsiniz ki, o əzəmətli məkanda gərək bəzi müəyyən əxlaqi problemləri olan şəxslərə əmr məruf gərək oluna. Görsən ki, hətta əxlaqı zəif olan insanlar gedib Hz. Hüseyn əleyhissalamın ziyarətini eləyib oradan mömin kimi qayıdıblar. Odur ki, bu məsələlərdə diqqətli olmaq lazımdır. Bu ildə bəli, hər il olduğu kimi Səfər ayının 20-si Hz. Hüseyn əleyhissalamın Ərbəin günüdür. İndi 4-ü də ola bilər, gələn ayın 5-i də ola bilər. Fərq eləməz, amma mühüm budur ki, Hz. Hüseyn əleyhissalamın Ərbəin ziyarəti həm dünya, həm axirətdə insana izzət gətirən bir ziyarət. Belə bir ziyarətə getmək, belə bir dərəcəyə yetmək hər insana nəsib olmaz. Bəzən deyirlər ki, Hz. Hüseyn əleyhissalam məni çağırmıyor, ondan sonra filan. Yox, belə deyil. İnsan elə istəsə, Hz. Hüseyn əleyhissalamın Allahın rəhməti qapısı açıqdır. Getmək lazımdır. O rəhmət-i ilahiyə daxil olmaq lazımdır. Necə ola bilər ki, dünyanın hər bir yerindən, hətta xristianlar, hətta görmüsünüz, keşişlər gələrlər Hz. Hüseyn əleyhissalamı ziyarət edirlər. Dünyanın bütün ölkələrindən, bütün millətlər axşar hər il 30 milyona yaxın Hz. Hüseyn əleyhissalamı ziyarət edir. Bu şeylərdə lazımdır ki, insanlar bir-birinə yardımcı olsun. Elə baxırsan ki, bir möcüzəni də özün gözü ilə görürsən. 3-5 milyon Məkkə ziyarətində görürsən ki, nə qədər çətinliklər və problemlər var. Onun ərzaq məsələləri var, insanların təhlükəsizliyi var və digər. Amma bir gündə bir şəhərə 20-30 milyon insan girir. Hamısının da yeməyi, 20-30 milyon insanın bir gün yeməyi, nəinki bir günə, neçə gün yeməyə pulsuzdur, ehsandır. Görün, bu ilahi bir rəhmət deyilmi? İlahi nemət deyilmi? Amma dünya mətbuatına baxın, heç bir dənə görmüsünüzmü? Bunlardan yazalar. Amma dünyada baxırsan ki, pomidor festivalı keçirilir, 1000 tonlarla pomidor məhv olunur. İnsanlar bir-birinə vəhşicəsinə Avropanın bir oyunu kimi onu təbliğ edirlər. Və yaxud da öküz yarışı. Görsən ki, milyondan insan. Və yaxud da Braziliyada keçirilən karnaval, pozğun, lüt bir yarışı dünya reklam edir. Və insanlar axışırlar ora. Amma görün, 30 milyona yaxın bir izzətli, şərəfli insana ləyaqət və şərəf gətirən bir yürüyüşü dünya mətbuatı bunu heç işıqlandırmır. Hansı ki, 30 milyon insanın 10 gün ərzində yeməyi, yatmağı, içməyi, gəzməyi hamısı havayıdır. Bu Əhl-i Beyt məktəbinin izzəti deyilmi? İslamın izzəti deyilmi? Nə qədər də çalışırlar ki, qabağını alsınlar, görsən heç bir qabağında almağa nə imkanları var, nə də gücləri var. Və inşallah bu qiyamətə qədər də böyüdür. Odur ki, belə bir şərəfli, ləyaqətli, izzətli yürüyüşü, Ərbəin ziyarətini gərək biz qoruyaq öz əxlaqımızla, öz canımızla, öz malımızla. Gedə bilməyənlərə imkan dairəsində kömək eləmək lazımdır. Amma çox təəssüflər olsun ki, bu günlərim Ərbəin yaxınlaşdıqca Ərbəyinə təyyarə bileti 2 qat bahalaşıb. Bunu kim eləyib? Ərbəyini ticarətə çevirənlər, onların niyyəti Ərbəyinə insanları göndərmək deyil.
pul qazanmaq da onların niyyəti. Bir vaxtı var idi ki, gedib gəlmək heç 300-500 dolları keçməzdi. İndi 1000 dollara yaxınlaşdırıblar və hətta eşitdiyimizə görə Bakı-Bağdad, Bakı təyyarəsi 820 dollara qalxıbdı. Bu yaraşarmı bizə? Əksinə qiymətlər aşağı düşmək əvəzinə ki, Hz. Hüseyn əleyhissalamı ziyarət eləyənlər çoxalsın. Amma qiymətləri 2 dəfə qalxızır. Ərbəyinə 2-3 ay qalmış bəzi şirkətlər, özünüz yaxşı bilirsiniz hansı şirkətlər, bütün təyyarə biletlərini alıb bu günlərim 2 qat qiymətini onu Hüseyn aşiqlərinə satırlar. Mən şəxsən özüm 2 şirkət ziyarətə aparılan insanlara imkansız bir nəfər haqqında ağzı açdım ki, təxminən, məsələn, onun da köməkliyin bir növ biz möminlər eləyirdi ki, 550 dollara qədər düzəltmişdik. O qəbulləmədilər. Ən azı 850 dollar dedilər ki, verməlisiniz. Onun 50 dolları bizə qalır, filan bəhman. Bu, Şiə Əhl-i Beyt Hüseyn məktəbinə yaraşarmı? Demirəm ki, qiymətlər aşağı olsun, bu mənada deyil. Amma ərbəyinə getmək istəyənlər var, bəlkə minlərlədir. Amma hamısı qiymətin bahalıcılığından gedə bilmir. Sabah sən İmam Hüseynə nə cavab verəcəksən? Peyğəmbərə nə cavab verəcəksən? Anası Zəhranın o göz yaşlarını necə qiyamətin günündə deyəsən, ya Zəhra, sənin göz yaşları var, mən ağlamışam, sənin şiən olmuşam, sənin filanın olmuşam. Amma oğlun Hüseynin ərbəyinində biletləri 2 qat qalxızırdıq, alırdıq əvvəldən ki, orada bir 300-500 dollar qazanaq. Bunun cavabını verə biləcəksənmi? Bax, budur. Və ziyarətə gedənlərə də nəyi deyirəm? Orada Hz. Hüseyn əleyhissalama gedib ziyarət eləyəndə Allahdan bütün yol boyu istəyin ki, ilahi Hz. Hüseyn əleyhissalamın əqidəsinə, getdiyi yola, istədiyi məsələlərə, niyyətinə bizi xalis möminlərdən qərar ver. Yəni nə? Yəni izzət və şərəfi. Bu günlərin baxırsan ki, möminlər zülmdə. Baxırsan ki, bugün möminlər bir çoxu işsiz, gücsüz, ac, susuz. Bunların müqabilində mən durum gedirim Hüseyn əleyhissalamın ərbəyinə. Get, yaxşı yol. Amma heç bunları fikirləşmisənmi? O zillət damğası vurulan məsələlərdə nə fikirdə olmuşuq? Möminlərə olunan zülmdə nə fikirdə olmuşuq? O çətinlikdə olan möminlərə, onların ailəsinə hansı köməkliyi eləmişik? Hz. Hüseyn əleyhissalam bugün olsa onları sizdən soruşar, ey ərbəyinə gedənlər ki, ətrafınızda olan möminlər ki var, çətinlikdədirlər, ailəsi çətinlikdədirlər, özləri zalimin əlindədirlər, böhtanla, filanla, hamısı məruz qalıblar o çətinliklərə. Sən nə fikirləşmirsən, onun ailəsinə bir içim su vermisənmi? İndi durub gəlmirsən mənə ziyarət eləməyə. Ərbəin belə olmaz. Bu, dönür Məkkəyə gedənlərin ziyarətinə oxşayır. Günü gündən Məkkənin qiymətini qalğızırlar və ora gedənlər də adasana görə gedir. Əlbəttə istisna halları var, bunlar başqa məsələdir. Yəni mən hər bir əziz mömin qardaşıma deyirəm ki, bunları siz fikirləşmədən getməyin heç bir faydası yoxdur. Elə bir, necə deyərlər, eşq səfəridir ki, gedərsən. Hz. Hüseyn əleyhissalamı ziyarət edərsən. Ondan bəlkə sənə bir nəsə verirlər. Amma istədiyin o fəzilətə, istədiyin o İmam Hüseyn əleyhissalamın axirətdə, yaxınlığında, qonşuluğunda olmağın o sənə çatmaz. Hz. Hüseyn əleyhissalamın öz balası bizlərə bir hədis buyurubdur ki, onu mən istəyirəm sözümün axırında diqqətinizə çatdıram. Həzrət İmam Səccad əleyhissalamdan Əbu Xalid Kabuli rəvayət edir ki, Həzrətin xidmətində oldum və Həzrətdən soruşdum ki, Yəbnə Rasulillah, hansı günahdır ki, insanın əlində olan neməti alar, duasını həbs eləyər, ömrünü qısaldar, ilahi tofiqdən uzaqlaşdırar. Nədir bu? Həzrət buyurdu ki, ey Əbu Xalid Kabuli, diqqət elə, bu 4 məsələdə çalış, diqqətli ol. Allahümme inna a'udhu bika min duai
la yusma. Həmişə dua elə girən ki, ilahi, mən sana pənah aparıram o duadan ki, günahlarım o duanın qabağını alarsan, eşitməzsən o duanı, qəbul eləməzsən duamı. Və min salatin la turfa. İlahi, sana pənah aparıram. O namazdan ki, o namaz elə mənim yanımdan başqa heç ara qalxmaz. Yəni, göy aləmini Allah dərgahına tərəf getməz. Elə qalır sənin yanında. Və min qəlbin la yaxşə. Və ilahi, sənə pənah aparıram, sığınıram o qəlbdən ki, səndən qorxmaz. Namaz qılar, dua eləyər, amma çə fayda? Elə bildiyin eləyər. Və min ilmin la yənfə. Və o elmdən sana sığınıram ilahi ki, o elmin mənə heç bir faydası yoxdur. Yəni görsən, Həzrət Hüseyin əleyhissalamdan eşidib, illər boyu Həzrət Hüseyin əleyhissalamın məclisində olubdu. Əhl-i Beyt məktəbində öyrənib bildiyini, amma gəl nədir? O öyrəndikləri ona fayda vermir. Elə istədiyi kimi dini hərəkət eləyir. Adını da qoyur bir din. Odur ki, bu duanı çalışın. Hər namazda İmam Səccad əleyhissalam buyurur ki, Allahdan istəyin. İndi ərbəyinə gedənləri də tövsiyəmiz budur ki, Həzrət Hüseyin əleyhissalamın şüarlarını unutmasınlar və diqqətli olsunlar və izzətli olsunlar. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizi Həzrət Hüseyin əleyhissalamı arifən tanıyıb, arif olmaq onun haqqına tanıyıb, o yolu gedənlərdən qərar versin və dünya axirətdə Həzrət Hüseyin əleyhissalamdan məhşur eləsin inşallah. Esselamu aleykə ya Əbə Abdillah l-Hüseyin və aləl ərvahilleti həllet bifinaik və ilahi Həzrət Hüseyin əleyhissalamın evlatlarına salam göndər və onun yolunda şəhid olanlara salam göndər və bu yolda hərəkət edənlərə sənin salamın olsun. Və həmsinin bizim şəhidlərimizə də Allah Həzrət Hüseyin əleyhissalamın o göndərdiyimiz salamları onlara da çatdırsın inşallah. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuh.